Azərbaycan teatr məkanında Oktay Quliyev imzası yəqin ki, çoxlarına yaxşı tanışdır. Bu yaradıcılığın təməli Naxçıvan Musiqili teatrında qoyuldu. Daha sonra Milli Dram Teatrında, Rus Dram Teatrında və əlbəttə ki, danılmaz bir faktdır ki, Hüseyn Ağa Atakişevin yaratdığı Gənclər Teatrında müxtəlif obrazlarda Oktay Quliyev tanınmağa başladı. Dadaş bala əməliyyatı, Qətl günü, Aydın tamaşaları əlbəttə ki, teatrın ən maraqlı tamaşalarından sayılırdı ki, Oktay Quliyevin də bu tamaşalarda çox maraqlı, bir-birinə bənzəməyən obrazları var idi. Ay Allah kömək ol. Ay Allah sənə qurban olum. Özün kömək ol. Qurban olum ya Allah. Dadaş bala əməliyyatı komediyası isə teatrın repertuarında xüsusi yer tuturdu. Mən bilirəm ki, bu komediya dəfələrlə gəlib baxanlar var və əlbəttə ki, Oktayın da obrazı çox maraqlı idi və mən bunun şahidi olmuşam. Oktay Quliyev haqqında Qobustan jurnalında Min bir gecə nağılı adlı bir məqalə yazmışdım və o vaxtlar məqaləni onun özünə təqdim elədim. Özü oxudu və çox təsirləndi, duyğulandı və dedi ki, sən məni çox düzgün tərənnüm etmisən bu məqaləndə və hətta gözləri belə doldu. Ondan sonra dostluğumuz başladı və mən onu müşahidə etməyə başladım. Ara sıra görüşürdük, ara sıra tamaşaları müzakirə eləyirdik və sonra xəbər tutdum ki, Oktay Quliyev ailə həyatı qurub. Əlbəttə ki, ailəsində sənəti qədər xoşbaxt ola bilmədi Oktay.